Yeraltı serialı 4-cü epizodunda reytinqləri ilə yenə Eşrefi tək saxladı. APO-nun seriala həsr etdiyi ikinci mahnısı, Ali Ceylan eşqi, Haydar Bozo qardaşlığı, Sultan Aslan ikilisi bu epizodda ön planda idi. Sana rağmen yıkıldım her gün tamamen. Görsem her gün özlerim. Kapından geçsem var mıdır müsaaden? Ben bu yoldan dönmedim. Bir yandan Devlet Bahçeli və Sedat Peker kimi dövlət və mafiyanı təmsil edən şəxslərin serialla bağlı tərifli sözləri diqqət çəkir. O biri tərəfdən isə proyektin qurucuları serialda eşq-mafiya balansını saxlamağa çalışırlar ki, həm serial xaricə satılsın, həm də Türkiyə daxilində reytinqlərini artırsın. İzləyiciləri isə ən maraqlandıran məqamlardan biri Bozo, Ceylan və Haydarın keçmişini öyrəndikdə nə reaksiya verəcək və siz Eşref rüyasını axtarmağa davam edərkən yeraltını inirsiniz, yoxsa necə? Gafil gezme şaşkın. Haydar! Heyecan görürsün.